Sözü verək Ədil müəllimin haqqında fikir söyləmək üçün bizim Kəlbəcərə Qayıdış İctimai Birliyinin İdarə Heyətinin Ali Məclisinin üzvü, maliyyə katibimiz evladı. Sağ olun Elmar bəy. Mənə söz verdiyiniz üçün təşəkkür edirəm. Bugün hörmətli qardaşımız, dəyərli ziyalımız Ədil bəy Kəlbəcərlinin doğum gününə toplaşmışıq. Təbiət qoynuna, gözəl Sıraqqalaya, Siyəzənin bu meşə ətrafında, bulaq başında, gözəl dağların qoynunda Ədil qardaşımızın ad gününü qeyd edirik. Ədil qardaş, burada ətrafında olan dostlar hamısı sənin ən yaxın dostun, qardaşın, sirdaşındır. Səni çox istəyirlər, səni sevirlər ki, onlar sənin ad gününə bu gözəl məkana toplaşıblar. Mən sizə nə arzulayıram? Sizə bax bu dağlar kimi ucalıq, uzun ömür, gözəllik, firavan həyat arzulayıram qardaş. Ad günlərinin axarını Kəlbəcərdə keçirdək. Sağ olun. Var olun. Her biriniz var olun. Sağ olun. Var olun. Sağ olun. Sağ olun. Nuş olsun. Sağ ol Eldar. Dediğin sağ Sağ ol. ol, sağ ol. Sağ ol Edim abi. Yılmaz Bey sağ ol. Sağ olun. Sağ olun. Sağ olun. Her biriniz.